Dünyanın müxtəlif nöqtələrində baş verən toqquşmalar yeni güc balansı yaradır. Ya ədalət bərpa olunur, ya da zülm möhkəmlənir. Bəs bu oyunlar meydanda yoxsa masada bitəcək? Diqqət mərkəzimizdə bu dəfə İranın nüvə fəaliyyəti var. Bir neçə regionda böyük nüfuza sahib olan İran, keçmişdə hədəflədiyi çox şeyə nail olub. Çata bilmədiyi əsas məsələ isə bugün belə ciddi mübahisə mövzusudur. Birləşmiş Ştatlar, Rusiya, Çin, Pakistan, Hindistan, İsrail və digərlərinin sahib olduğu bu gücə İranın yiyələməməsi niyə indiyədək gecikir? İranın nüvəni silah halında nə zaman işə salacağı sual altındadır. Amma bu, İranın nüvə ərəfəsindəki dövlət olduğu həqiqətini dəyişdirmir. İran nüvə silahına malik olmayan ölkə kimi qəbul edilir. Bununla yanaşı, əhəmiyyətli dərəcədə uran ehtiyatı yığdığı, onun saflaşdırılması ilə məşğul olduğu, bu prosesi 60%-ədək çatdırdığı, prosesin tamamlanması üçün kifayət qədər texnologiyaya malik olduğu da məlumdur. İran nüvə silahının inkişaf etdirilməsinə 1980-ci illərdə Pakistan və Çindən ithal etdiyi ilkin texnika ilə başlayıb. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində isə hazırlanan silahların sınaqdan keçirilməsi məqsədi ilə gizli AMAD planına start verib. İranın nüvə proqramı haqqında ilkin məlumatlar təqribən 50-ci illərin sonlarına gedir. 1957-ci ildə atom enerjisinin dinc məqsədlərlə istifadə olunması üzrə bir böyük beynəlxalq konferans keçirildi. Atom enerjisi üzrə beynəlxalq qurumun yaradılması haqqında qərar qəbul olundu. Və bundan sonra kütləvi sürətdə ayrı-ayrı ölkələr atom enerjisi üzrə beynəlxalq agentliyin üzvü olmağa başladılar. İran da nüvə proqramı yaratmaq uğrunda öz proqramını irəli sürdü. Müxtəlif ölkələrlə dostluq münasibətindən istifadə edərək bəzilərindən uran emal edən qurğular, zavodlar almağa başladı. Digərlərindən konsultantlar dəvət elədi ölkəyə. 1979 İran devriminden sonra nükleer çalışmalar bir müddet durgun hale geldi. Özellikle İran-Irak savaşında Irak'ın İran topraklarına kimyasal silah kullanması ve birçok İranlıyı kimyasal silahla öldürüp sakat bırakmasından sonra bu dünya savaş tarihinde de bir gerçektir. İran gibi güçlü devletler bunun cevabını bir şekilde vermek zorundaydı. Bunu da Irak bildiği için 2. Çöl Fırtınası Harekatı'nda kullanmadı kimyasal silahını. Ama İran kendisine yapılan kimyasal silah saldırısına, dünya devletlerinin sessiz kalmasına ve bir tepki göstermemesine karşın kendisi nükleer silah üretmeye çalışmalarına başladı. Uranyum zenginleştirmeye başladı. İranın gizli fəaliyyətləri zamanla ifşa olundu. Beynəlxalq Atom Enerjisi Agentliyi başda olmaqla digər dövlətlər onun bu sərbəstliyinə qandal vurmaqda qərarlı idilər. Ardıcıl sanksiyalar nəhayət 2015-ci ildə Tehranı masaya əyləşməyə məcbur edə bildi. Birgə hər tərəfli fəaliyyət planı imzalandı. Məqsəd İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq və daimi nəzarətdə saxlamaq idi. Amma Birləşmiş Ştatların 2018-ci ildə Donald Trump'ın rəhbərliyi altında müqavilədən çıxması İranın qollarındakı qandalı genişlətdi. Ardınca da gizli fəaliyyətlərin növbəti dövrü başlandı. By 2013 2013-cü ildə İrana tətbiq olunan beynəlxalq sanksiyalar onun iqtisadiyyatını zəiflədir, neft alışını və hökumətin əsas gəlir mənbəyini məhdudlaşdırır, sənaye istehsalını çətinləşdirirdi. Həmin il prezident seçilən Həsən Ruhani, ali dini rəhbər Ayətullah Xameneyə iqtisadi vəziyyətlə bağlı geniş məlumat təqdim edərək bildirdi ki, əgər danışıqlara başlamasaq iqtisadiyyatımız çökə bilər. Əvvəlcə tərəddüd edən ali rəhbər nəhayət danışıqlara razılıq verdi. Bu proses Avropa İttifaqının nümayəndəsi Catherine Ashtonun vasitəçiliyi ilə
aparıldı. Nəticədə 2015-ci ilin iyulunda 5+1 formatında Birləşmiş Ştatlar, Fransa, Böyük Britaniya, Almaniya, Çin və Rusiya ilə İran arasında razılaşma əldə olundu. Sazişə görə İran uran istehsalını 3,67%-lə məhdudlaşdırmalı, mülki məqsədlər üçün istifadə etdiyi 20%lik uranı isə ölkədən kənarda saxlamalı idi. But this would be taken outside the country and safeguarded elsewhere. O nüvə enerjisinin yayılmaması haqqında konvensiyanın şərtlərinə əməl etmək üçün hər bir ölkə öz laboratoriyalarını, öz obyektlərini atom enerjisi və beynəlxalq agentlərinin inspeksiyası üçün açıq etməlidir. Və onlar gəlib laboratoriyalarda aparılmalıdır. Lakin İran açıqlığa əməl etmədi və inspeksiyaları buraxmadı və buradan və bir digər tərəfdən o sentrifuqaların alınması və s. bu kimi məsələlərdə bu göstərdi ki, ehtimal olundu ki, bu ehtimal artırdı ki, İran çox güman ki, atom silahı əldə edir. Atom Enerji Agentliyinin iclaslarında mən iştirak edirəm. Orada da tez-tez bütün ölkələr demir, bir çox ölkələr İranı günahlandırırlar ki, orada o inspeksiyaları buraxmır. İranın nüvə fəaliyyətlərini yönləndirən qüvvələrin başında siyasi dini rəhbərliyi və dövlət qurumları dayanır. Ali lider Ayətullah Əli Xameneyi nüvə silahı əldə etmək fikrində olmadıqlarını desə də, nüvə proqramı müstəqillik və milli qürur məsələsi kimi təqdim edilir. Ölkə prezidentlərinin nüvə fəaliyyətlərinə yanaşması hər dövrdə fərqli olub. Parlamentin mühafizəkar qanadı isə onu ölkənin müdafiəsi üçün əhəmiyyətli hesab edir. Bir zaman dillərə düşmüşdü ki, Sovet İttifaqı dağılanda İran Ukraynadan və Qazaxıstandan gizli yolundan qaçaq vəsilələrlə atom bombası alıbdı. Amma sonralar daha bu kəsildi, deyilmədi o məsələdə. İsfahanın yaxınlığında bir zəlzələ oldu. Yenə dillərə düşdü ki, İran orada atom bombası partladıbdı, onu test eləyibdi, o titrəmə ondandır. Amma alimlər deyirlər ki, yox, o da doğrudan zəlzələ idi və atom bombası dərdi. Hər halda bu məsələ İranda heç vaxt aşkar deyilməyib. Bir sıra hökumətin adamları istəyirlər ki, belə qalsın, İranın müxalifləri və düşmənləri qorxsunlar. Desinlər İranın nüvə silahı var. O tərəfdən də bilirik ki, həm Amerikalıların, həm İsraillilərin İran hökumətinin içində çoxlu nüfuzu vardı. Əgər İranın belə bir silahı olsaydı, onlar yəqinən ondan xəbərlər olardı. Muhalif olabiliyor. Halk içinde, halk arasında her ne kadar Molla rejimi bunu kendi kontrolünde tutabilse de rejimi kendi kontrolünde, rejim güçleriyle birlikte bunu kendi kontrolünde tutabilse de halk arasındaki bu karşıtlığı engelleyemiyor. Bunun nedenlerinden biri nükleer silahların zararının halk tarafından da bilinmesi. İkinci nedeni Irak-İran savaşındaki kimyasal silahların etkisini İran halkının canlı yaşaması. İranın nüvə proqramının əsas qoruyucusu Sepah qüvvələridir. Ölkənin Atom Enerjisi Təşkilatı isə proqramın texniki inkişafına və beynəlxalq danışıqlara cavabdehdir. Tehran Universiteti və Şərif Texnologiya Universiteti nüvə elmi üzrə mütəxəssislər yetişdirir. Çin, Rusiya və Şimali Koreya ilə məsələ üzrə elmi-texniki əməkdaşlıqlar mövcuddur. I think at the very outset of the nuclear program, Nüvə proqramının ilkin mərhələsində İran nüvə silahını bir neçə il əvvəl təkmilləşdirmiş pakistanlılarla müəyyən əlaqələr qurmuşdu. Lakin tezliklə sonra proses müstəqil xarakter aldı. İran təkcə uran ehtiyatına deyil, həm də proqramı inkişaf etdirmək üçün zəruri elmi bilik və potensiala malik oldu. Bu məqsədlə ayrıca dövlət agentliyi yaradıldı, ölkənin ən tanınmış alimləri burada çalışdı. İran nə Şimali Koreyaya, nə də Rusiyaya arxalanmalı oldu. Proqramın əsas maliyyə mənbəyi dövlətdir. Necə ki, hökumət hərbi fəaliyyətləri maliyyələşdirir, eyni şəkildə Mülki Atom Enerjisi Təşkilatını da dəstəkləyir. Gizli maliyyə mexanizmləri yoxdur. İran açıq şəkildə bildirir ki, proqram hökumət tərəfindən dəstəklənir və yalnız mülki məqsədlərə xidmət edir. it's not for a nuclear weapon, it's for civilian purposes. Bunun
en büyük nezaretçileri BRICS üyelerinden Çin ve Rusya'dır. Bunlar destekliyor. Zaten Wuhan bu şehir Natanz şehirlerindeki tesislerde Çin'den ve Rusya'dan alınan teknolojiler kullanılmakta. Ukraynadan bir sıra alimləri işə tutdular. Onları gətirdilər İranda. Onlar nüvə zənginləşdirməni İranlılara öyrətdilər. Ona görə İranda bu texnikə tanış olan, başaran az deyil, çoxdur. O tərəfdən də İranla Şimali Koreyanın yaxın münasibəti vardır. Gahdan belə söhbət olur ki, bu nükleer məsələsində, yəni nüvə məsələsində də İranla Şimali Koreya bir-birləri ilə həmkarlıq eləyirlər. Bəs hazırlıqlı olduğu halda İranın nüvə silahına hələ də sahib ola bilməməsinin səbəbi nədir? Əslində prosesin gecikməsinə kompleks halda baxılmalıdır. Əvvəlcə bu işlə məşğul olan alimlərin başına gətirilənlərə diqqət edək. Xüsusən də son illərdə İranın nüvə alimlərinə qarşı ardıcıl sui-qəsdlər həyata keçirilib. Onların əksəriyyətinin arxasında İsrailin Mossad təşkilatının olduğu düşünülür. İran bu şəxslərin öldürülməsini nüvə proqramına qarşı terror aktları kimi dəyərləndirir. Hədəf bu sahədəki irəliləyişi dayandırmaq məqsədi ilə güclü kadrları aradan götürmək, Tehranı nüvə fəaliyyətindən çəkindirmək və bölgədə Qərbin maraqlarını təmin etmək hesab olunur. I mean, even before Israel's 12-day war in June, I mean, you could go back. İsrailin iyun ayında başlatdığı 12 günlük müharibədən də əvvəl, təxminən 15 ildən artıq bir müddət idi ki, İsrail İranın aparıcı nüvə alimlərini hədəfə alırdı. Onların arasında İranın nüvə proqramının əsas qurucularından biri sayılan Möhsün Fəxrizadə də var idi. O, bir neçə il əvvəl qətlə yetirilmişdi. Lakin bu sui-qəsdlər İranın uranı saflaşdırma səviyyəsini artırmasına mane olmadı. İyunda İsrailin təxminən 10 İranlı nüvə alimini öldürdüyü, həmçinin İranın nüvə obyektlərinə zərər vurduğu məlumdur. Bu hadisənin proqramı nə qədər geri saldığı dəqiq bilinmir. Lakin itkilərə baxmayaraq İranın bunu bərpa etmək potensialı var. İranda güclü universitet sistemi, elmi və texnoloji mühit mövcuddur. Bu, İslam Respublikasının qürur mənbəyidir. Buna görə də alimlərin qətli ilə İranın nüvə proqramını tamamilə məhv etmək mümkün deyil. So I don't think you can eliminate Iran's nuclear program by killing, trying to kill all the scientists. It just won't happen. Qorxutmaq məqsədidir və bu ora gələn, orada bəlkə indi gedib başqa ölkələrin alimlərini ora müqavilə ilə cəlb eləyə bilərlər. İndi onların ora gəlməyi o ki mümkün olmayacaq. Orada olan işçilər yavaşıdıb bu prosesi, amma öz məqsədlərindən dönməz kimi özlərini göstərirlər. Bu ilin iyun ayında İranın bir çox obyektləri, deməli Natanz başda olmaqla, İsfahandakı obyektlər başda olmaqla bombardıman edilməyə başladı. Və bombardıman edilərkən biz də çox şübhələndik ki, ehtiyat etdik ki, bizim də ərazi, Azərbaycan ərazisinə bu radiasiya fonu gələ bilər, qalxa bilər. Amma bizim institutun ölçmələri göstərdi ki, belə təhlükə yoxdur, insanları sakitləşdirdik. Amma hər halda biz İranda nüvə qurğularının coğrafi yerləşmə yerlərini dəqiq bilmirik. Onu da bilirik ki, Elburz dağları hansı ki, Cəllabad yardımlı ilə bu rayonlarla deməli həmsərhəd olan yerdə orada uran yataqları zəngindir. Əlbəttə, İranda hər vaxt bu nüvə alimləri terror olanda İran barmağını tutur İsrailə tərəf, deyir ki, İsrailin işidir. İsrail də heç vaxt aşkar surətdə deməyib ki, biz bu adamları öldürmüşük. Amma müxtəlif nümunələr var ki, İranda nüvə alimlərin terror eləməkdə bəzi İranlı qruplarındakı xarici ölkələrindən yaxın əlaqələri vardı, onların da əli vardı. Yəni hökumət özü xüsusən söhbətlərində bəzi məsullar deyirlər ki, məsələn, xalq mücahidləri də bu işdə əlləri vardı. Amma dövlət əsasında deyəndə həmişə deyirlər İsrailin işidir. Tehranın əl-qolunu bağlamaq səyləri sui-qəsdlərlə də sərhədlənmirdi. 2010-cu ildən Stuxnet virusunun tətbiqi ilə yeni bir mərhələ başlandı: kiber müharibə.
ABŞ və İsrailin birgə əməliyyatı olduğu iddia edilən Stuxnet İranın nüvə proqramını hədəf almışdı. Proses Natanz zavodunda böyük fəsadlar törətdi. Burada 1000-ə yaxın sentrifuqa sıradan çıxdı. Bu, uranın saflaşdırılmasında təxminən 2 illik ləngiməyə yol açdı. Amma İran başına gələn bu hadisəni öz lehinə çevirməyi bacardı. Kiber təhlükəsizliyi sayəsində əlini gücləndirdi və o vaxtdan rəqiblərinə qarşı bənzər hücumlar həyata keçirməyə başladı. Bu tür tedbirler, bu tür saldırılar İran'ın nükleer programlarını ancak geciktirebilir. Ama İran bunu devlet politikası yaptığı için hiçbir şekilde vazgeçmeyeceğini, çünkü Molla rejimi iktidarını devlette diğer ülkelere karşı koruma, savunma ve tehditkarlığını nükleer projeyle koruyacağını düşünüyor ve hepsinin merkezinde nükleer programın, nükleer silah edinmenin, nükleer programın devamının sürdürülebilir olmasının, İran yönetimi de bunu çok iyi biliyor, Batı dünyasına ve kendi çevresindeki ülkelere karşı bir koz olarak görür. Cinayətlər və kiber hücumların fonunda İrana qarşı qanuni addımların atılması da zəruri idi. Dünya dövlətləri təzyiq üsulu kimi sanksiyalara əl atdılar. BMT və Avropa İttifaqı kimi beynəlxalq qurumların da qoşulduğu tədbirlərdə ən yüksək aktivliyi ABŞ göstərirdi. Sanksiyalar İranın neft-qaz sənayesini də hədəf alır, İran Mərkəzi Bankının ticarətinə mane olur, ölkəyə nüvə və hərbi texnologiyaların girişini məhdudlaşdırırdı. Lakin İran bu sanksiyalarla mübarizənin yollarını tapmışdı. Bu sanksiyaları batil eləmək üçün, onlara qarşı çıxmaq üçün qaçaq yollardan bəhrələnirlər. Bu əlbəttə İranın iqtisadiyyatına çox ağır zərbə vurur. Hər nə ki İrana lazımdır, onlar sanksiya vardı, ala bilmirlər. Onu özlərinin əlindən alırlar, gətirirlər. O alana da bir pul verirlər, o gətirir İrana. Nümunə üçün çoxlu şeylər ki İrana sanksiya var, İran dünyada ala bilmir. Dubey, Müttəhid Ərəbiyyə ölkəsi alır və 2 bərabər qiymətlə İrana satır. Keçmişdə Ermənistandan istifadə edirdi. Ermənistan alırdı, sonra verirdi İrana o cürüsü. Proksi qruplar, məsələn Hizbullah Lübnan, İranla çox yaxınıdır. Onların da əli açıqdır dünyada silah qaçağında ya ayrı qaçaq işlərdə. Bəs dünyanı İranın nüvə fəaliyyətindən çəkinməyə vadar edən nə idi? Əlbəttə ki, hədəf olmaq qorxusu. Tehran geosiyasi və hərbi baxımdan rəqabət apardığı ölkələri bu sıraya qoyurdu. Bir nömrəli hədəf qərb təsirinin güclü olduğu yaxın şərq ölkəsi İsraildir. İkinci sırada isə ABŞ başda olmaqla qərbin özü var. Onlar sadəcə mənim yadımdadır 2 il bundan əvvəl MAQATE-nin iclasında durub dedi ki, nə üçün İsrailin nüvə silahı olmalıdır, digər ölkələrin nüvə silahı olmalıdır, bizim olmalı deyil. Amma olsun, bəlkə də olmalıdır, amma bu halda inspeksiyalara icazə verməlidir. Amma dəfələrlə o bildirib ki, bu olmayacaq. Nə inkar edir tam, nə də təsdiq edir ki, bu proqram olacaq. Amma biz bilirik ki, orada sentrifuqa var, biz bilirik ki, orada uranın zənginləşdirməsi baş verir. Biz bilirik ki, zəngin uran yataqları var İranda. Biz bilirik ki, müəyyən anlarda İran aqressiv mövqe nümayiş elətdirən ölkədir. Birinci mərhələdə çün İran deyir ki, biz istəyirik İsraili yerin üzündən götürək, nabud eləyək. Hamıdan artıq İsrail ondan narahatdır ki, əgər İranın nüvə silahı olsa, çünki bunlar bir cür hökuməti, din hökumətidir. Onlar da qanun üzündən iş görmürlər. Deyirlər, bu bizim dini vəzifəmizdir. Mümkündür bu bir iş görsün ki, dünyanı oda çəksin və bomba atomu işləsin. İsrailin müttəhid ölkələri də həmən qədər narahatdırlar. Avropa ölkələri, Amerika və ümumən o ölkələr ki, İsraillə müttəhiddirlər və onlar İsrailin sekuritasını garanti ediblər, onlar da narahatdırlar. İran'ın hedefi olmakta rahatsız olan devletler bir kere İsrail. İsrail'in yanında yer alan Orta Doğu devletleri.
Amerika Birleşik Devletleri'ne zaten gücü yetmez. Dünyanın öbür kilometre, binlerce kilometre ortada. Çevresindeki Birleşik Arap Emirlikleri, Basra Körfezi'nde özellikle İran'ın karadan saldırı alabileceği devletler. Stratejik olarak bu çok önemli. Avrupa Birliği'ne çok etki edeceğini sanmıyorum. Belki hemen kuzey doğusunda bir Afganistan Taliban yönetimi var. Amerikan güdümünde. Amerika orayı Taliban'a bıraktı. Yeri gelirse İran'a koz olarak kullanacak. Hazar Denizi'ndeki petrolde hak iddia ederse ve bir saldırganlık gösterirse Azərbaycan da bu tehdit bölgesinin içinde olacaktır mutlaka. İranın nüvə proqramı uzaq coğrafiyalardan əlavə qonşuluqdakı dövlətlər üçün də təhlükə obyektidir. Bu baxımdan Səudiyyə Ərəbistanı və Körfəz ölkələri Tehranın nüvə fəaliyyətindən olduqca narahatdır. Yaxın qonşusu olan Türkiyə də bu sıradadır. Bəs İran bir gün nüvə silahını əldə etsə, dünyanın qarşılaşacağı təhdidlər nədən ibarət olacaq? Well, I think the immediate threat we've already seen, which is even before Iran gets a nuclear weapon. Hazırda təhlükə odur ki, İran hələ nüvə silahını əldə etməsə də İsrailin gözləmək kimi niyyəti yoxdur. Bu, iyundakı 12 günlük müharibənin əsas səbəblərindən biri idi. İsrail İranın nüvə obyektlərini vurdu. Trump administrasiyası da bu hücumları dəstəklədi. Sanksiyalar davam eləyir, amma İranın silah hazırladığına dair sübut yoxdur. Lakin İran nüvə silahı əldə etsə, regionda İsrail-İran qarşıdurması və Səudiyyə Ərəbistanının da silahlanması riski yaranar. Bu isə nüvə silahlarının yayılmaması üzrə sistemi sarsıda bilər. Analitiklər qeyd edirlər ki, əgər Səddam Hüseyn nüvə silahına malik olsaydı, 2003-cü ildə Birləşmiş Ştatların hücumu ilə devrilməzdi. Eyni şəkildə Qəddafi 2011-ci ildəki üsyandan əvvəl nüvə proqramından imtina etməsəydi, Qərbin müdaxiləsi də baş verməyə bilərdi. Bu səbəbdən İranda belə düşünürlər ki, Xameneyinin qadağasına baxmayaraq ölkə özünü qorumaq üçün nüvə silahına ehtiyac duya bilər. Lakin hücum məqsədi ilə deyil. Əsl təhlükə isə nüvə müharibəsinin qəsdən deyil, iki nüvə dövləti arasında gərginliyə görə başlaması riskidir. İranlı yöneticiler bizim teknolojimiz eski, biz nükleer silah yapamayız dese de herkes biliyor ki yeni teknoloji aldığı Çin'den, Kore'den ve Rusya'dan edinmiş olduğu teknolojiler yer altındaki başka tesislerde işlemeye devam ediyor. Bu teknolojilerle ürettiği veya üretme eşiğine geldiği silahlar artık İran'ı çevresine karşı bir tehdit devleti haline getirmekte. Texniki baxımdan 60% saflaşdırılmış uran nüvə silahına keçid üçün kifayət qədər yaxın sayılır. Çünki bu rəqəmi 90%-ə yüksəltmək daha asandır. Lakin Tehran üçün nüvə silahı istehsal etməməyin əsas motivləri başqadır. Məqsəd ağır beynəlxalq sanksiyalar və siyasi-iqtisadi izolyasiyadan yayınmaq, bölgədəki hərbi diplomatik balansın dəyişməsinin qarşısını almaqdır. Bu İranın uranın zənginləşdirməsində də müəyyən dərəcələr var, müəyyən faizlər var. Az zənginləşdirmə atom elektrik stansiyaları üçündür, daha çox 60-dan yuxarı, daha da çox zənginləşdirmə atom silahının əldə etmək üçün. Ona görə də uranın zənginləşdirmə dərəcəsini bilməklə, bilmək olar ki, bu ölkənin məqsədi nədir? İran həmişə istəyirdi ki, elə bir ki, deyərlər boş tüfəkdən 2 nəfər qorxur da, tüfəngi əlində saxlayan bir də onun qabağındakı. Bu istəyirdi ki, belə bir vəziyyət yaratsın ki, hamı bundan qorxsunlar, desinlər ki, bu hangi gün qəsd eləsə, təsmin tutsa, bomba atom düzəldə bilər. Əlbəttə, oranı zənginləşdirmək, 160-dan 190-a yetirmək çətin bir iş deyil. Amma məsələ hamısı bu deyil. Bomba atomu düzəldəndən sonra onu hangi raketin üstünə, hangi misilin üstünə qoymaqdır, hangi təyyarə ilə, hangi göydə uçan vəsilələrlə onu o yan bir yana aparmaqdır, hangi dəryada olan vəsilələrlə onu işlətmək olar. Yəni İran hələ onları yoxdur. Əgər bu günləri atom bombası da olsa, onu indiki misillərin, indiki raketlərin başına hazırlayıb qoymaq da zaman aparar. O da çox
yaxın zamanda, uzun zaman apara bilər. İran qərb kəşfiyyatını çaşdırmaq üçün çox qatlı strategiya həyata keçirir. Əvvəla nüvə proqramı barədə dezinformasiya yayır, bəzi layihələri mülki kimi təqdim edir, paralel açıq və gizli proqramlar aparır, sənəd və rəqəmsal materiallarda manipulyasiya edir və front şirkətlər vasitəsilə xarici ekspertləri yönləndirir. Nəticədə isə vaxt qazanır, beynəlxalq nəzarəti çaşdırıb, diplomatik manevr imkanları formalaşdırır. İyunda baş vermiş 12 günlük müharibədən sonra hazırda İranın nüvə proqramının vəziyyəti tam məlum deyil. İran rəsmiləri etiraf eləyiblər ki, proqram müəyyən zərər görüb. Xüsusilə əsas obyektlər olan Natanz, İsfahan və dağ ətəyində yerləşən Fordo zavodlarında. İran həmin zərərləri aradan qaldırmaq və təmirlə bağlı işlər aparmağa çalışsa da, bu prosesin hansı mərhələdə olduğu bilinmir. Hazırki qiymətləndirmələrə görə proqram istər mülki məqsədlərlə, istərsə də silah hazırlamaq potensialı baxımından bir neçə ay geri düşüb. İranın 2025-ci ilin iyunundakı səviyyəyə ən tez 2026-cı ildə çatacağı ehtimal olunur. Lakin əsas sual budur. İran həmin səviyyəyə çatdıqda nə baş verəcək? İsrail yenidən hücum eləyəcəkmi? Birləşmiş Ştatlar bu hücumu dəstəkləyəcəkmi? Yoxsa yeni danışıqlar başlayacaq? Hazırda vəziyyət bu suallar ətrafında diplomatik rəqs mərhələsindədir və bu dəfə təşəbbüsü Birləşmiş Ştatlar yox, Avropa dövlətləri göstərərək sanksiyaları işə salırlar. Tehran uzun müddət izolyasiya altında olduğunu bildiyi halda nüvə proqramını davam etdirməkdə israrlıdır. Ölkə daxilindəki fikir ayrılıqları və siyasi debatlar, hətta iqtisadi və hərbi təhdidlər belə proqramın gedişatına ciddi təsir göstərmir. Çünki bu layihə Tehran üçün yalnız texniki məqsəd daşımır. O, strateji üstünlük savaşıdır. Yəni, rəqibi təzyiq altında saxlamağın ideal formulası. Bu savaşı İran qazanır demək də olmur. Çünki bugün irəliyə və geriyə bir addım ata bilmirsə, bu, Qərbin Tehranın ayağına doladığı iplərin nəticəsidir.